Bir-iki uşaqlara fiziki şiddət göstərdi. Uşağın əlini cırmışdı. Dərs zamanı bir çox hərəkətlər eləmişdi ki, müəllimə yaraşmayan və o ilə əlaqədar öz ərizəsi ilə 3 il olar təxminən bundan qabaq vəzifəsindən kənarlaşdırıldı. Sosial şəbəkələrdə 248 nömrəli məktəbin direktor və direktor müavininin dərs saatlarını pul qarşılığında satması, dərsə gəlməyən şagirdlərdən 1500-2000 manat məbləğində pul tələb etməsi, eyni zamanda attestatları 20-30 manat məbləğində satması ilə bağlı iddialar yayılıb. Deyilənlərin nə dərəcədə real olub-olmadığını öyrənmək üçün sözügedən məktəbə gəlmişik. Mən elə şey eşitməmişəm. Məsələn, balaca uşaqlar dərsə gəlməyəndə belə tələb olunur ki, dərsə gəlinsin. Çünki yoxlanış güclüdür məktəbdə. Yəni elə bir şey olmuş olsaydı valideynlər arasında hər halda məlumat yayılmış olardı. Farisinin şagirdi dövladınız. Vardı, bəli. Amma elə bir söhbət yoxdur da, yəni eşitməmiş. Yazan elə özü çıxış eləsin də. Onu yazan niyə özü çıxış eləmir? Mənimkilər 3-də oxuyur da, qətiyyən pul, hətta o yığılmalarla bağlı problemlər olur axı məktəblərdə şikayət, bizdə qətiyyən, yəni. Nərgiz Məmmədov adlı müəllimədir və o müəyyən səbəblərdən 3 il olar təxminən bundan qabaq vəzifəsindən kənarlaşdırıldı. Özü öz ərizəsilə. Yəni ki, onu statiya ilə çıxartmadılar. Və indi də o bizim, belə deyim də, o dəqiq versiya deyil, keçmiş bizim direktor statiya ilə çıxarıldı. Pis vəziyyətdə getdiyinə görə, ona görə o həmin adamın başının biraz ruhi sarsıntılarından, nəsə qeyri-adekvat olduğuna görə ondan istifadə edir. Öz olmadı Muraddır, getirib özünə psevdonim kimi Boza Həsənov yazıb. Mən orada bir-iki dənə suallar verdim. O özünə orada biruzə verdi ki, o mənəm. Mənim ki, biraz adekvat olmadığınıza görə sizi məhkəməyə vermirik bu iftiralara görə. Dedi ki, başqara dözürsən. Səslənən iddiaların müəllifi ilə əlaqə saxlamağa çalışsaq da, bütün cəhdlərimiz boşa çıxdı. Bakı Şəhər Təhsil İdarəsindən məsələ ilə bağlı bildirildi ki, 248 nömrəli tam orta məktəbin rəhbərliyi ilə bağlı irəli sürülən anonim iddialar həqiqəti əks etdirmir.